Bismillahirrahmanirrahim və bihi nəstəyin. Salam aleykum dəyərli izləyicilərimiz, xoş gördük hər birinizi. Ailə təşkilindən danışırdıq bir neçə verilişdə və dedik ki, ailə təşkilində bir çox nöqtələr var ki, onlara diqqət etsək, daha uğurlu, belə deyək, daha müvəffəq olan bir ailəmiz ola bilər. Deyək ki, biz bu nöqtələrin hər birinə diqqət etdik. Misal üçün, niyyətimiz Allaha xatir oldu, etiqadlarımız bir-birinə uyğun olan bir insan ilə ailə qurduq. Daha sonra biz dedik ki, ailə qurarkən qarşı tərəfin ailəsi də çox önəmlidir bizim üçün. Deyək ki, ailəsi də bizə uyğun oldu. Həm belə deyək, fikir baxımından, həm mədəniyyət baxımından, həm əxlaq baxımından bizə uyğun bir insan ilə ailə qurduq. Və ailə qurduqdan sonra belə bir şərtlər altında ailə qurmuşuqsa, biz ailədə problem ilə qarşılaşa bilərikmi yenidən, yoxsa yox, bu önəmlidir. Təbii ki, qarşılaşa bilərik. Yəni, ailə həyatı əslində bir insan üçün bir imtahandır. Yəni, xüsusilə Allahın qanunlarına riayət edən və Allahın istədiyi kimi ailə quran insan üçün həqiqətən də ailə həyatı imtahan ola bilər. Deyək ki, maddi çətinlik çəkə bilərsiniz və yaxud da ki, hər hansı bir yerdə övladlarınızla imtahan oluna bilərsiniz və yaxud da həyat yoldaşınızla imtahan oluna bilərsiniz və bu, həmin insanın dünya imtahanı sayıla bilər. Ailə qurduqdan sonraki dönəmlərdə, yəni hələ bu şərtlər ilə ailə quranlardan söhbət gedir. Yəni bu şərtləri belə deyək, gözə almayanlardan danışmırıq. Bu şərtləri gözə alanlardan danışırıq ki, ailə qurduqdan sonra öz ailə həyatlarında problem ilə qarşılaşanda necə edə bilərlər ki, bu problemi dəf etsinlər. Öncə bunu deyim ki, bu şərtlər ilə Allahın buyurduğu bu şərtlər ilə Allahın bəyəndiyi, daha doğrusu bu qanunlar ilə ailə quranların problemləri olsa belə daha tez dəf oluna bilir. Daha tez həll oluna bilir. Çünki niyyət Allaha xatir olanda Allah özü bu işə əl qoyur və kömək edir. Təbii ki, qarşı tərəf, yəni tərəflərin də cəhd göstərmək lazımdır, səyləri çox önəmlidir. Ailədə yaranan problemlərin həllindən danışırıq, amma öncə mən qadın və kişi fərqinə bir balaca işarə etmək istəyirəm. Ümumiyyətlə, İslam dini qadın və kişinin bərabər hüquqlu olduğunun tərəfdarıdır. İslam dini deyir ki, mən qadınlara da hüquq vermişəm, eyni zamanda kişilərə də vermişəm və qadın və kişinin növ baxımından eyni olmasının tərəfdarıdır İslam dini. Deyir ki, qadını da kişini də mən eyni yaratmışam. Yəni heç bir insan olaraq fərqləri yoxdur, amma xarakter olaraq çox fərqlidir. Gəlin bu məsələyə belə baxaq. Bəzən feminist düşüncəli insanlar deyirlər ki, Allah Taala qadını kişidən daha aşağı yaradıb ki, bunu İslam özü qəbul etmir. İslam dini Peyğəmbərə möcüzə olaraq Qur'an-ı Kərimi göndərib. İslamın böyük bir kitabıdır Qur'an-ı Kərim və Peyğəmbərin möcüzəsidir. Və Qur'an-ı Kərimdə kişilər adına bir surə tapa bilmərik biz. Amma qadınlar adına Nisa surəsini Allah Taala nazil edib. Ona görə ki, İslamdan öncə qadının heç bir dəyəri yox idi. İslamdan öncə qadın sadəcə nəsil artırmaq üçün lazım olacaq bir, belə deyək, əşya gözündə görünürdü qadın və demək olar ki, qadın yaşamırdı. Sadəcə nəfəs alırdı və ev işlərini edirdi. Belə deyək, istifadə olunacaq bir varlıq idi. Amma İslam dini gəldi, qadınların haqlarını, hüquqlarını bərqərar etdi, bərpa etdi. Qadınların məqamını yüksəklərə qaldırdı və qadınlar haqqında surə belə nazil etdi. Ona görə də İslamı bu kimi əsassız qərəzli fikirlərdə günahlandırmaq tamamilə qəbul edilməzdir. Qadın və kişi dedik ki, növ baxımından eyni olsalar da, xarakter baxımından bəli fərqlidirlər. Yəni, gəlin bu məsələyə belə baxaq ki, biz bir evdə yaşadığımız ailədə öz bacımız ilə hələ ki, növ baxımından eyniyik, o da qadındır, mən də qadınam. Misal üçün, bacımız ilə fərqli düşüncələrə sahib ola bilirik ki, qaldı bir bəyin kişilə qadından fərqli olması xarakter baxımından bu çox təbiidir. Ümumiyyətlə, qadınların və kişilərin xarakterinə baxanda görürük ki, xüsusilə ailə qurmaq astanasında olan xanım və bəylərimiz bizə diqqət ilə qulaq assalar daha yaxşı olar. Ona görə ki, ailə qurmazdan öncə biz bu nöqtələrə diqqət etmirik. Qarşı tərəfi özümüz kimi tanıyırıq. Fikirləşirik ki, mən necə, o da elə. Bir-birimizə çox uyğunuq, nə bilim, eyni şeyi xoşlayırıq, eyni sözdən danışırıq, eyni fikirlərimiz var. Amma qadın və kişi xarakter baxımından bir-birindən çox fərqlidir. Çox fərqlidir. Misal üçün,
Kişilərin şücaət hissi daha çoxdur, qadınlarda azdır. Kişilərdə mərhəmət hissi nisbətən azdır, qadınlarda çoxdur. Və sairən və ilaxır hisslər var ki, xüsusiyyətlər var ki, kişilərdə az, qadınlarda çox və yaxud da qadınlarda az, kişilərdə çoxdur ki, bugünkü verilişimizdə onlara diqqət ilə belə deyək, işarə edə bilməyəcəyik, təfərrüatı ilə işarə edə bilməyəcəyik, çünki vaxt məhdudiyyətimiz var, amma növbəti verilişimizdə mütləq bu mövzuya işarə edəcəyik. Təşəkkür edirəm bizi izləyirsiniz. Hər birinizə minnətdaram. Çox xoş sözlər alırıq sizdən və bu bizi həqiqətən də sevindirir. Ümid edirəm ki, verilişimiz və xüsusilə mövzumuz sizlər üçün faydalı olacaq və bizim bu mövzumuzdan özünüz üçün, ailəniz üçün bəhrə götürə biləcəksiniz. Minnətdaram bir daha hər birinizə. İnşallah növbəti verilişimizdə görüşmək ümidi ilə. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.